Gəncədə qətl hadisəsi törədilib. İri tonajlı yük maşınında sürücü işləyən tanışlar onlardan birinin evinin yaxınlığında mübahisə ediblər. Qısa zamanda qızışan mübahisə zamanı odlu silahdan atəş açılıb. Hadisə şəhərin Cavadxan qəsəbəsində 42 yaşlı Vüsal Əhmədovun yaşadığı evin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə Vüsal Əhmədov əvvəlcədən tanış olduğu şəxslə aralarında yaranan mübahisə zamanı ağır güllə yarası alaraq həyatını itirib. Bir neçə ildir ki, Cavadxan qəsəbəsində yeni tikdiyi evdə məskunlaşan mərhumun qonşularının sözlərinə görə olduqca mülayim, xoş xasiyyət insan olub. Onun indiyədək hansısa münaqişədə iştirakını görən olmayıb. Vallahi bilmirəm, mən də heç xəbərim olmadı. Aynanı açdım ki, baxam, hava gəlsin. Gördüm küləkdə açılas. Gördüm orada maşın dayanıb. Səhər də durdum, gördüm ki, belə hadisə eşitdim, pis oldum. Çox insan adam idilər, ailəsinə də mehriban, qohumlara da, qonşulara da çox. Ondan heç kim narazı ola bilməz. Hadisədən sonra yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Royal Hətəmov saxlanılıb. Rasim Əziz, Yusif Kərimli, Fərruh Qafarov, Xəzər xəbər.